Merhaba, vaxtınız xeyir olsun değerli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağı 186 mənim marşrut xəttinin yolunda, tam yolun kənarında bax belə bir möhtəşəm həyət evimiz çıxıb. İnşallah həyətin təqdimatını edək və sonra keçək evin içərisinin təqdimatına. Sənə çıxarışdır. Torpağın çıxarışı var. Belə deyək. Bir zal, 3 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Əslində mən bunu bir dəfə çəkmişdim. Qiymət 120 min manat idi. İndi hal-hazırda qiymət düşüb olub 106 min manat. Reallı olarsa ruzi endirim olunacaq. İnşallah təqdim edəcək. Yerdən də ən azından 6-7 daş gözlüdür. Və sonra giriş hissəsini göstərəcəm sizə. Düz 20 kvadratdan artıq olmalıdır. Evin də sağ sol hissəsində rahat bir şəkildə keçidi var. Və giriş hissəsini təqdim edəcəm sizlərə. Tam yola bir yaxın bir ərazidədir. Dəyərli izləyicilərimiz. Giriş hissəsində sizlərə göstərim. Sol tərəfdə belə deyək də banka balon yığmaq üçün kladovka kimi nəzərdə tutulub. Həyət də normaldır. Həyətdə təqdim edir və inşallah keçirik evin içərisinin təqdimatına. Və keçirik evin içərisinin təqdimatına. Qabaq hissəsində də burada belə deyək də açıq evin nəzərdə tutulub. Buradan bir daha sizə həyətin hissəsini təqdim edeyim. İzləyicilərimiz rahat bir şəkildə izləsin. Və keçid edib evin içərisinin təqdimatına. Böyle bir zalı var burada. Fikir verin. Sen ne ölçüde geldik seni. İsmanlı mümkünə bərəkət versin inşallah. Zal hissəsidir. Oradan da bu tərəfi sizlərə təqdim edeyim. Sonra keçək digər zalların təqdimatına. Və keçirik zalların təqdimatına inşallah. Burada gördüyünüz kimi foyeri, 3 tane otaq, iskili kombinirdə. Zallar da normal otaqlar yani. İkinci yataq otağını göstərim sizlərə, təqdim edək. Və qeyd etdiyimiz kimi evin arxasında da keçidi var. Burada da uşaq otağı üçün nəzərdə tutulub. Və sanuzelini göstərək. Sanuzeli Stepon belə deyək də boyladı duş kabinəyə qədər var. Yəni kiçik sanuzeldir, normal sanuzeldir. Və keçirik mətbəx hissəsinin təqdimatına. İnşallah mətbəx hissəsini də sizlərə təqdim edək. Bu gördüyünüz kimi